Payızda. Yağışlı payız günüydü. Meşədə həzin bir ab-hava hökm sürürdü. Külək əsdikcə ağacların saralıb solmuş yarpaqları yerə tökülürdü. Ətrafda heç bir canlı gözə dəymirdi. Quşların səsi də kəsilmişdi. Bircə ağacların budaqlarını yuyan yağışın səsi eşidilirdi. Ağaclardan biri öz-özünə düşünürdü. Mənim kimi köhnə ağaca heç kim fikir verməz. Artıq heç kimə faydam yoxdur. Gövdəm düyünlü, budaqlarım isə bükülmüş vəziyyətdədir. Bütün vücudum ağrıyır. Ağac ah çəkdi. Gövdəsinin iki böyük budağının birləşdiyi yerdə yağış suyu yığılmışdı. Qabığına su hopduğu üçün gövdəsi yumşaq və nəmdi. Meşədə bəzi canlılar, eləcə də göbələklər köhnə nəm ağacları xoşlayır. Odur ki, ağacın iki budağının birləşdiyi çökək yerində göbələklər böyüməyə başladı. Kökləri ilə ağacın daxilinə gedən göbələklər onun şirəsi ilə qidalanırdı. Bu isə ağacın çürüyüb zəifləməsinə səbəb olurdu. Ağac artıq ağır budaqlarını saxlamaqda çətinlik çəkirdi. Qaranlıq və yağışlı bir gecə idi. Çürümüş ağac çat verdi və budaqlarından biri qopdu. Ağac ağlamağa başladı. Bundan sonra mənim kimi çürümüş köhnə bir ağac heç kimə gərək olmaz. Birazdan özündə yüngüllük hiss edib düşündü. Eybi yox, heç olmasa ağır budağı saxlamağın əziyyətindən qurtardım. Cücülər isə sevinirdilər. Çünki çürümüş, yumuşaq ağacın çatları onların yumurta qoyması üçün əlverişli yerdi. Odur ki, cücülər ağacın ölü, nəmli gövdəsini yeyib böyüməyə başladılar. Belə ağaclarda cücülərin yuva saldığını bilən quşlar ağacdakı çuxura girdilər. Cücüləri yemək üçün ağacın gövdəsini dimdiklədilər. Beləcə çuxur getdikcə böyüdü. Ana quş boş çuxurun içərisini yoxladı. Bura yuva üçün uyğundur, deyə düşündü. O, yuvanı mamır, qoyun yunu və heyvan tükləri ilə örtdü. Sonra 7 yumurta qoydu. Ağac həyəcanla yumurtadan balaların çıxmasını gözlədi. Bir müddət keçdi. Nəhayət, ağac sevinirdi. Çünki onun gövdəsinin çuxurunda 7 civilləşən cücə vardı. Ağac çuxurda çırpınan canlıların hərarətini hiss etdikcə fərəhlənirdi. Mən o qədər də yararsız deyiləm. Mənə ehtiyacı olan canlılar da var.